Əskər verilişinə baxırsınız. Bu dəfəki verilişimizdə biz sizin növbəti dəfə Müdafiə Nazirliyinin artilleriya divizionlarından birinin, yəni müasir gördüyünüz bax bu Qradlar döyüş maşınları ilə tanış edəcəyik. Hər bir döyüşdə artilleriya mühüm zərbə indirən texnikalardan sayılır. Artilleriya müxtəlif növ silahlar üzrə təşkil olunur. Azərbaycan ordusu da müasir dövrümüzdə müxtəlif iri və xırdaçaplı, özü yeriyən və daşınan artilleriya qurğularına sahibdir. Biz də əskər verilişi olaraq Azərbaycan ordusunun gücü və onun sahib olduğu silah, texnikalar haqqında mütəmadi məlumatlar təqdim edirik. Yaxın əyləşin. Bu dəfə sizi Müdafiə Nazirliyinin növbəti artilleriya hərbi hissəsi ilə tanış edəcəyik. Çəkiliş apardığımız cəbhə bölgəsində yerləşən müasir hərbi hissə yeni tikilib istifadəyə verilib. Hərbi hissədə əskərlərin qüsursuz xidmət etmələri üçün müasir standartlara cavab verən şərait yaradılıb. Yataqxana, məişət otağı, o cümlədən yeməkxana zəruri avadanlıqlarla təmin edilib. Yeməkxanada əskərlərə əsasən milli xörəklər verilir və yeməklər digər hərbi hissələrdə olduğu kimi mülki qadınlar tərəfindən hazırlanır. Əskərlərin asudə vaxtı da səmərəli təşkil edilir. Onlar asudə vaxtlarında televizora baxır, şahmat oynayır və dövri mətbuatla tanış olurlar. Yay aylarında isti hava şəraiti nəzərə alınaraq, burada istər yataqxana, istər yeməkxana kondisioner sistemi ilə təmin edilir. Doqquz aydır ki, xidmət edirəm və buradan valideynlərimə, yaxınlarıma demək istəyirəm ki, məndən nigaran qalmasınlar və məndən narahat olmasınlar. Çünki hər bir gəncin borcudur ki, Azərbaycan ordu sıralarında xidmət eləsin və vətənin borcunu ödəsin. Çünki bizim torpaqlarımızı azad etməyə və bayrağımızı daha da yüksək və gözəl yerlərə ucalandırmağa borcumuzdur. Burada yaxınlarıma çatdırmaq istəyirəm ki, məndən nigaran qalmasınlar. Burada hər şey yaxşıdır, bütün şəraitimiz yerində, hər bir şey yaxşı. Heç bir narahatçılığa ehtiyac yoxdur. Və mən bütün yoldaşlarımın məqsədi olduğu kimi mənim də bir məqsədim var. Üç rəngli bayrağımızı işğal olmuş torpaqlarımızda dalğalandırmaq və düşmənə öz gücümüzü göstərməkdir. Mən burada bütün yaxınlarıma, valideynlərimə, dostlarıma və bütün sevdiklərimə salam göndərirəm. Buradan bütün əzizlərimi çatdırmaq istəyirəm ki, məndən nigaran qalmasın. Burada hər şey daha gözəldir, hər şey əlverişli şərait var. Bütün əskərlərin, Azərbaycan ordusunun arzusu olduğu kimi mənim də ən böyük arzum düşmən altında olan torpaqlarımızı düşmən işğal altından azad etmək. Buradan bütün yaxınlarıma, əzizlərimə salamımı çatdırmaq istəyirəm. Valideynlərim olmaqla bütün yaxınlarıma, dostlarıma hamısına bildirmək istəyirəm ki, burada hər şey daha yaxşıdır və mən Azərbaycan Respublikasına xidmət edirəm. Hərbi hissənin tibb məntəqəsi isə ilkin tibbi yardım göstərilməsi üçün lazımi tibbi avadanlıqlarla təchiz olunub. Burada mütəmadi olaraq əskərlər müayinədən keçir və hər hansı bir problem aşkarlandıqda dərhal aradan qaldırılır. Gördüyünüz kimi bu hərbi hissənin tibb məntəqəsi bütün yeni müasir avadanlıqlarla təchiz olunub. Belə bax, bu stomatoloji kabineti götürək. Burada bu stomatoloji kabinet heç də mülki stomatoloji kabinetinin yeri qalmır. Bütün avadanlıqlarla təchiz olunub və əskərlərdə dişlə bağlı hər hansı bir problem yarandıqda dərhal bura müraciət olunur və bütün xəstəliklər burada aradan qaldırılır. Müxtəlif qoşun növləri və hərbi hissələrdə döyüş xidməti gündən-günə təkmilləşdirilir, inkişaf etdirilir. Hərbi hissədə xidmətin yüksək təşkili üçün müxtəlif müasir silahlarla yanaşı, onların idarə olunması da mühüm rol oynayır.
Odur ki, əsgərlərə müxtəlif hərbi biliklər öyrədilir və onlar praktiki məşqlərlə həmin biliklərini daha da təkmilləşdirirlər. Hərbi hissədə atəş hazırlığı fənni xüsusi əhəmiyyətə malikdir. Belə ki, əsgərlər atəşin düzgün idarə olunmasına yiyələnə bilməsələr, qələbənin əldə edilməsində çətinliklərlə üzləşərlər. Atəş hazırlığında əsgərlər ilkin olaraq müxtəlif silahların texniki xüsusiyyətləri haqqında nəzəri məlumatlar əldə edirlər. Döyüş maşını 21 iki hissədən ibarətdir. Artilleriya hissəsi, avtomobil hissəsi. Artilleriya hissəsi borular paketindən, borular paketi 40 borudan ibarətdir. Nəzəri biliklər isə praktiki təlim məşqlərində daha da möhkəmləndirilir. Bu məşqlər döyüş hazırlığının yüksəldilməsində xüsusi əhəmiyyətə malikdir. Çəkiliş apardığımız zaman belə təlimlərdən birinin şahidi olduq. Patiye dikkat! Dövüşe! Əsgərlər həyəcan siqnalı üzrə səfərbər olurlar. Daha sonra müvafiq əmrlərə əsasən hərbi döyüş texnikası dislokasiya məntəqəsindən təyin olunmuş rayona doğru hərəkətə başlayır. Əsas fikir verilməli olan cəhətlər isə bunlardır. Fasiləsiz rabitə, texnikalar arası məsafə və kolonda idarə etmənin düzgün təşkili. Gördüyünüz bu texnika İsrail istehsalı olan LAR-160 reaktiv yayılım atəş sistemidir. Kalibri 160 mm olan raketlər 12-45 km arasında yerləşən istənilən hədəfi məhv etmək qabiliyyətinə sahibdir. Standart atış platforması hər birində 13 raket olan 2 buraxıcı qurğudan ibarətdir. Hal-hazırda poliqondayıq. Gördüyünüz kimi burada təlimlər keçirilənir. Təlimlər haqqında, təlimlərin məqsədi haqqında hərbi hissənin zabiti özü bizə məlumat verəcək. Buyurun. Mayor Məmmədov, təlimlərin məqsədi şəxsi heyətdə yüksək döyüş hazırlığını aşılamaqla onları real döyüş vəziyyətinə gətirmək və əlbəttə ki, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək məqsədi ilə keçirilir. Yəni bu istiqamətdə gördüyünüz kimi şəxsi heyət yüksək peşəkarlıq nümayiş elətdirir, öz işlərinə, öz ixtisaslarına yüksək məhəbbətlə yanaşırlar. Çünki onlar da bunu dərk edir ki, bu bizə lazımdır. Çünki bu bizim, necə deyərlər, əsas amalımızdır. Çünki tapdaq altında olan torpaqlarımız bugün bizi gözlər və onun üçün də biz məcburuq və məhkumuq ki, bugün bizim döyüş qabiliyyətimiz yüksək olsun və biz torpaqlarımızı azad edə bilək. Gördüyünüz kimi, bizim təlimdə istifadə etdiyimiz bu texnikalar müasir texnikalardır. Qradlar döyüş maşını 2010-cu ildən silahlanmaya qəbul olunub və yüksək müasir sistemlərlə təchiz olunub. Döyüş maşının əsas göstəriciləri ondan ibarətdir ki, maşın reaktiv mərmilər atmaqla düşməni marşda və döyüş düzülüşündə piyada, tank, moto atıcı, artilleriya bölmələrini, emmə meydançalarında vertolyot bölmələrini, dəniz, hava desant bölmələrini və idarəetmə məntəqələrinə tələfat vermək üçün nəzərdə tutulub. Maşın, döyüş maşını gördüyünüz kimi universal silahdır. Bu maşınla 3 tip reaktiv mərmilər atmaqla hədəfə tələfat vermək olur. Bu 122 mm-lik qrad mərmiləri ilə, 160 mm-lik lar mərmiləri ilə və 220 mm-lik uragan mərmilərindən istifadə etməklə biz müəyyən məsafələrdə
hədəfə tələfat atışı verə bilərik. Maşın özünüz də görürsünüz ki, KAMAZ 63-502 bazasında təchiz olunub. Bu məqsədi ondan ibarətdir ki, bölmənin yüksək manevrlik və keçicilik qabiliyyətini artırır. Maşın özü avtomatlaşdırılmış idarə etmə və GPS sistemi ilə təchiz olunub ki, bu da bölmənin tez və qısa bir müddət ərzində düşmənə dəqiq və qəfil atəş açmasını təmin edir. Yəni, maşının əsas özəlliklərindən biri bu müasir texnologiya, yəni budur ki, qısa bir müddət ərzində biz düşmənə qəfildən tələfat verə bilərik. Özünüz də görürsünüz, təlimlərdə yəni şəxsi heyətin münasibəti, çünki onlar da hiss edir ki, bugün yəni bu bizə vacibdir, çünki bu bizim əsas işimizdir, haqq işimizdir. Ona görə də şəxsi heyət də bu sistemin, müasir sistemin öyrənilməsində yüksək səy göstərir və öz döyüş qabiliyyətini daim artırırlar. Düşmən də bilməlidir ki, artıq Azərbaycan ordusu güclü ordudur və biz bugün gözlədiyimiz sadəcə Cənab Ali Başkomandanın əmridir ki, onun bir əmri ilə düşmənindən gedib o işğal olunmuş torpaqlarımızı azad edib. 2016-cı ilin aprel döyüşlərində bu yeni texnikalarla düşmənin hərb nöqtələrinə zərbələr endirərək Azərbaycanın hərbi gücünü nümayiş etdirdik və bir daha sübut etdik ki, Azərbaycan əskərinin qorxmazlığı və bu yüksək hərbi texnikalarla düşmənə sarsıdıcı zərbələr endirmək və zəbt olunmuş torpaqlarımızı geri qaytarmaq iqtidarındayıq. Qələbə ümidi ilə gələn görüşlərədək.